Salam değerli insanlar, Dünya Çempionatına axırki start verildi. Dünya Çempionatının ilk oyunu 11 iyun Meksika, Cənubi Afrika. Oyunları da keçməmişdən öncə xatırlatma eləyim. WhatsApp qrupumuz var, tam ödənişsiz qrupdur. Alt liqaların oyunlarıdır, şəxsi kuponlardan yararlanmaq istəyənlər WhatsApp qrupuma qoşuram, yazmaq kifayətdir. Bioda əlaqə nömrəsi qeyd edilib. Dünya Çempionatı oyunlarının isə gündəlik olaraq mütəmadi olaraq videolar paylaşacağım, dəyərləndirə bilərsiniz. Birinci oyunumuz Meksika, Cənubi Afrika. Meksika 2026-cı ildə 6 dənə yoldaşlıq ev oyunu keçirib. Bunların 5-də birinci hissə fərqlənib. Canlı pasımız olsun bunu. Meksika oyuna yaxşı başlayarsa birinci hissədən bir qolun götürə bilərik. İkinci seçimimiz olacaq burada kuponlarda dəyərləndirmək üçün Meksikanın hər iki hissədə 2+ korneri. Bu demək ki, Meksika həm birinci, həm ikinci hissə 2 korner edərsə, bu təxminimiz uğurlu olmuş sayılır. Əsas seçimim olacaqsa burada qapıdan zərbələri qazanan Cənubi Afrika. Meksika üstün tərəfli hücumları eləyər, çoxlu top faizi də üstünlüyü Meksikada olar. Meksikanın hər qapı çərçivəsinə ediləsi zərbəsi kənara çıxarsa, Cənubi Afrikanın qapısının başladığı hər zərbə qapıdan zərbə sayılır. Hesab təxminlərim isə burada 2-0 və 3-1. Cənubi Koreya və Çexiya. Mənə görə bol qollu oyun keçməyəcək, alt yazmağı özüm də xoşlamıram. Burada mən kornerlərə yönələcəm, çünki hər iki komandanın cinah hücumçuları çox yaxşıdır, cinahlara çox üstünlük verirlər. 8-5 üst korner. Sığortalı seçimimiz olacaqsa burada 7-5 üst korner. Oyunda kartları da dəyərləndirmək olar. Oyunda sarı kart seçimi 3-5 üst. Kifayət qədər də yaxşı əmsalı var, əgər ağlınıza batarsa. Burada ən əsası isə mənə görə ən ideal təxmin canlıdan hər hansısa bir komanda geriyə düşərsə, həmin komandanın kornerini dəyərləndirmək olar. Məsəl üçün Cənubi Koreya 1-0 öndədir, Çexiya 2 korner eləyib. Çexiyanın canlıdan şəxsi 5-5 kornerin, 4-5 açıbsa 4-5 kornerini mənə görə rahatlıqla dəyərləndirmək olar. Hesab təxminlərim bu oyuna 0-0, 1-1, 1-0. Uğurlar, bol şanslar, videoları bəyənib kayd eləməyi unutmayın. Əsas öz təxminlərimizə, öz statistikalarımıza üstünlük verin.